Qızılın qiyməti yenə rekordu təzələdi. Bugünə qızılın qramında azı 10-15 manat fərq yaranıb. Hazırda bazarda Türk qızılının qramı 220-230 manata, İtaliya qızılının qramı 300 manata, Rus qızılının qramı isə 190-195 manata təklif edilir. Bir həftə bundan öncə demək olar ki, satışımız 190, hardasa 190-195 arası olan satışımız bugünkü gün 230 manata qədər qalxıb. Bir günün də yox, hətta belə deyim 12 saatın içində lomun qiyməti 10 manat 1 qramında qalxıb. Ruslan Türkün lomu bugün 170 manatadırsa, İtalyan qızılının bugünkü lom hələ qiymətini deyirəm sizə. İtalyan qızılının lomu 220 manata qədər yüksəlib. Satışı isə İtalyan qızılının hardasa demək olar 300-ə çatır. Satıcılar deyir ki, bir ay əvvəl 3000 manata satdıqları qızıl dəstinin qiyməti indi 1500 manat artaraq 4500 manata çatıb. Alıcılıq qabiliyyətinə böyük təsir göstərir. Yəni hamı evində olan qızılı gətirir, satır. Yəni almaq üçün heç kim nəzərdə tutmur hələ. Hətta belə toy eləyənlər də belə məsələn fikirləşir ki, öz gəlinə nəsə dəst alsın, toyluq dəst alsın. Yəni alma büdcələri yoxdur. Yəni bu qiymətə belə deyək də bir ay bundan qabaq 3000-ə satdığımız malı indi satırıq 4500 manata. Görünür artım satıcılardan narahat edir. Belə ki, alıcılıq səviyyəsinin xeyli aşağı düşdüyü deyilir. Qızıl bir günə hardasa dünəndən bu günə 15 manat, 10 manat, 15 manat fərq var ən azı. Görürsünüz ki, heç kim yoxdur. Boş bekar oturmuşuq, müştəri demək olar gəlmir, içəri girmir. Kimə sataq bilmirik. Ekspertlər isə dünya bazarındakı hazırki iqtisadi vəziyyətə görə qızılın artım tendensiyasının hələ bir müddət də belə davam edəcəyini düşünürlər. Bəs qiymət artımının səbəbi nədir? Bütövlükdə götürəndə geosiyasi risklərin neytrallaşması ilə əlaqədar, o cümlədən ABŞ-İran münasibətləri, ABŞ-Avropa Birliyi münasibətləri və Qrenlandiya məsələsi, Rusiya-Ukrayna məsələsi pozitiv mesajlar bazara ötürülə bilməsə və eyni zamanda ABŞ administrasiyası müvafiq hədələyici tarif siyasətini davam etdirərsə və bu konjunkturda aydındır ki, qızılın qiyməti hələ 2026-cı ildə də baha olmağa və yaxud da ki, müəyyən səviyyədə bahalaşmağa davam edəcək. Lakin qeyd olunan şərtlərdə pozitiv istiqamətli dəyişiklik baş verərsə, ciddi korreksiya prosesini görə bilərik deyə ekspert əlavə edib. Minaya Zaman, Ramil İbrahimov, Xəzər xəbər.